Təsəvvür edin ki, sizə belə bir sual verirəm. Baxın, bir bölgəyə onlarla, bəlkə də yüzlərlə peyğəmbərin göndərilməsi, yəni o torpağın müqəddəsliyini göstərir, yoxsa onun çox dərin, sağalmaz bir qaranlıq içində çabaladığını? Aha, çox provokativ bir girişdi, çünki adətən bizə tam əksi öyrədilib yəni. Düzdür, bizə həmişə deyilib ki, çoxlu mənəvi rəhbərlərin çıxdığı, ard-arda dini islahatçıların yetişdiyi yerlər, belə deyək, xüsusi seçilmiş coğrafiyalardır. Çox vaxt o bölgələr bundan, necə deyərlər, öyünürlər də. Hə, tamamilə elədir. Tarixən o bölgələr bunu bir qürur mənbəyi kimi təqdim edirlər. Amma bugün masamızın üstündəki mətn bu minillik ənənəvi inancı tamamilə tərsinə çevirir. O deyir ki, yox, çoxlu xilaskar axtarışı əslində böyük bir fəlakətin siqnalıdır. Beləliklə, bugün sizin üçün həqiqətən də qeyri-adi, belə ehtiratlı və köklü paradigma dəyişikliyi təklif edən bir mənbəni bu dərin təhlilimizdə araşdıracağıq. Bəli, bugün sizin üçün seçdiyimiz və ağ geyimli imzası ilə qələmə alınmış Atam balası adlı bu mətn, yəni sözün düzü ilk sətirlərindən etibarən oxucusunu rahat buraxmır. Mətn çox yüksək tonlu bir nida ilə başlayır. Hansı nida idi o? Deməli, mətn "Ya Rasulallah, sənin işıq yaradıcılığına heyranam" kimi olduqca emosional bir cümlə ilə açılır. Amma dərhal sonra yaxın şərq və mətnin öz dili ilə desək, Azər, yəni Azərbaycanın mənəvi tarixi arasında sərt, bəzən çox kəskin qütbləşmə yaradan paralellər qurmağa başlayır. Yəni, coğrafiyanı sadəcə bir xəritə kimi yox, fərqli bir şey kimi görür. Məsələdir. Burada fərqli olan odur ki, müəllif coğrafiyanı sadəcə torpaq parçası kimi yox, mənəviyyatın, işığın və qaranlığın fiziki təcəssümü kimi qiymətləndirir. Amma təbii ki, bu cür iddialı bir mətni təhlil edərkən çox vacib bir cizgini qorumalıyıq. Mütləq. Yəni, biz burada tərəf tutmuruq. Bəli, bizim rolumuz müəllifin bu inqilabi, bəzi kəsimlər üçün bəlkə də mübahisəli ola biləcək iddialarının tərəfini tutmaq deyil və ya hansısa teoloji baxışı mühakimə etmək də deyil. Bizim məqsədimiz ancaq və ancaq müəllifin irəli sürdüyü bu mürəkkəb fəlsəfi konstruksiyanı anlamaq və onun daxili məntiqini sizin üçün aydınlaşdırmaqdır. Elə isə gəlin birbaşa işə keçək. Çünki bu dərin təhlildə bizim əsas missiyamız bircə böyük sualın arxasınca getməkdir. Yəni, niyə müəllif inancla idraki, qaranlıqla işığı bu qədər kəskin coğrafi xəttlərlə belə barışmaz şəkildə ayırır? Çox yerində sualdır. Baxın, bayaq verdiyim o ilk suala mənim öz qeydlərimdə Peyğəmbər sıxlığı nəzəriyyəsi adlandırdığım o maraqlı iddiaya qayıtmaq istəyirəm. Mətn çox açıq və bir qədər də ittiham edici tonda yazır ki, Ərəbistana bu qədər çox Peyğəmbərin göndərilməsi o bölgənin üstünlüyü deyil. Aha, əksinə o bunu bir çatışmazlıq kimi görür. Düzdür. Müəllif deyir ki, hansı əraziyə durmadan arda-arda Peyğəmbər göndərilirsə, o ərazi demək ki, qaranlıq içərisindədir. Amma buna rəğmən qeyd edir ki, Azərə sadəcə bir nəfər Zərdüşt göndərildi. Çünki orası onsuz da işıqdır. Bu həqiqətən də radikal bir baxış bucağıdır. Yəni, mən bu məntiqi oxuyanda ağlıma dərhal xəstəxana və həkim şəbəkələri gəldi. Təsəvvür edin ki, bir şəhərə xaricdən fasiləsiz olaraq yüzlərlə həkim, fərqli ixtisas sahibləri göndərilir. Siz kənardan baxıb, nə qədər möhtəşəm sağlam şəhərdir, deməzsiniz axı. Deyərsiniz ki, burada dəhşətli bir epidemiya var. Tamamilə elədir. Mövcud sistem çöküb və xəstəlik o qədər dirənişlidir ki, heç bir həkim tək başına vəziyyəti xilas edə bilmir. Tək bir həkimin kifayət etdiyi yer isə onsuz da sağlamlıq içindədir. Yəni, müəllifin baxış bucağında peyğəmbərlər dərman, qaranlıq və şiddət isə epidemiyadır. Sizin bu epidemiya analogiyanız sözün düzü mətnin irəli sürdüyü o dərin coğrafi fəlsəfəni çox dəqiq tutur. Amma müəllif məsələni sadəcə xəstəlik və müalicə ikiliyində saxlamır. Onu birbaşa insanın təbiəti və aqressiyası ilə bağlayır. Yəni, qaranlıq deyəndə sadəcə nadanlığı nəzərdə tutmur. Xeyr, məsələ də bundadır. O yazır ki, ən çox bəşər arasında qan tökülən şiddət görünən ərazi varsa, oraya peyğəmbərlər göndərilir. Deməli, qaranlıq anlayışı burada passiv bir bilgisizlik deyil, qaranlıq aktiv bir şiddətdir. İnsanın insana, insanın inanca qarşı yönəltdiyi dağıdıcı aqressiyadır.
Aydındır. Və o Azər anlayışını buna qarşı qoyur, eləmi? Bəli. Müəllif xüsusi olaraq Azər sözünün üzərində dayanır. Tarixən də bilirik ki, Azər od, atəş, işıq deməkdir. Müəllifin tezisinə görə bu coğrafiya sadəcə xəritədə bir yer deyil, o işıq konsepsiyasının fizika halıdır. Yəni ora kənardan müalicə göndərməyə ehtiyac yox idi. Düzdür. Çünki işıq olan yerdə qaranlığa qarşı mübarizə onsuz da insanın öz daxili təbiətinin bir hissəsidir. Müəllif bu tərs məntiqlə bizi qürur duyduğumuz tarixi faktlara yenidən baxmağa məcbur edir. Kəmiyyət əslində keyfiyyətsizlik göstəricisi ola bilər. Bax, burada bir sual yaranır. Bəs əgər qaranlıq bu qədər aktiv bir şiddətdirsə, o zaman işıq özünü bu şiddətdən necə qoruyur? Çünki biz tarixdən bilirik ki, heç bir işıq belə rahat, təcrid olunmuş şəkildə qala bilmir. Aha, həmişə hücumlara məruz qalır. Mütləq. Elə mətnin ən sərt, belə qan donduran ritorikası da məhz inancın yayılma metodları ilə bağlıdır. Müəllif inancın müəyyən tarixi dövrlərdə sırf qılıncla, zorakılıqla və qan tökülərək yayıldığını iddia edir. Hətta o qədər irəli gedir ki, zorla yeridilən inancı birbaşa iqtisadi istismarla eyniləşdirir. Bəli, mətndə o tüccarlaşma məsələsi çox qabarıqdır. O yazır ki, sən öz ərazini ticarətə, o işıqlı yerləri qazanca, imanını tüccar etmisən. Yəni, din artıq mənəvi bir ehtiyac yox, kütləni idarə etmək üçün qlobal bir korporasiyaya çevrilib və buna qarşı müqavimət nümunəsi kimi dərhal Azərbaycan tarixindən iki simvolu, Əlincə qalasını və Babəki səhnəyə çıxarır. Onları işığın qoruyucuları kimi təqdim edir, hə? Amma bax, burada mən məsələyə bir qədər tənqidi yanaşmaq istəyirəm. İndi müəllif Babəki xilafətə qarşı vuruşan tarixi bir sərkərdəni alıb, ondan sırf teoloji, fəlsəfi bir fiqur yaradır. Məgər o tarixi hadisələri qəsdən romantikləşdirmir ki, yəni ideoloji çərçivəsinə sığdırmaq üçün? Aha, yəni reallıqdan çox simvol kimi istifadə edir demək istəyirsiniz. Bəli, Babək və Əlincə reallıqdan çox onun beynindəki o işıq-qaranlıq mübarizəsinin süni simvolları kimi səslənirmi? İndi belə deyək, əgər biz hadisələrə akademik tarix kitablarının pəncərəsindən baxsaq, şübhəsiz ki, Babək siyasi və iqtisadi səbəblərlə üsyan etmiş bir liderdir. Lakin Ağ Geyimlinin bu mətni tarix kitabı deyil, mənəviyyat fəlsəfəsidir. Yəni onu sırf zahiri səbəblər maraqlandırmır. Tamamilə. O, hadisələrin daxilindəki mənəvi arxetipi axtarır. Babək və 14 il mühasirəyə tab gətirən Əlincə qalası burada fiziki reallıqlar olmaqdan çıxır. Onlar insan ruhunun sarsılmazlığını, fərdin öz içindəki işığını qorumasını təmsil edən mənəvi qalalar kimi verilir. Bir növ inancın franşizalaşmasına qarşı üsyan kimi. Bəli, gəlin məsələyə elə belə baxaq. Müəllifin tənqid etdiyi o tüccarlaşmış inanc sanki qlobal bir franşizadır. Sənə deyirlər ki, bizim şəbəkəyə qoşulacaqsan, ritualları qəbul edəcəksən, əvəzində cənnətdən pay alacaqsan. Əks halda isə səni yox edəcək. Məhz. İnanc bir mübadilə obyektinə çevrilir. Babəkin müqaviməti isə bu franşizaya, bu inanc ticarətinə qarşı qaldırılan daxili bir üsyandır. Müəllif üçün əsas məsələ hansısa döyüşün fiziki olaraq qazanılıb itirilməsi deyil. Əsas odur ki, inanc kənardan zorla, hədlə yeridilə bilməz. O təmiz bir irsdir və sənin daxilindən doğmalıdır. Bax, bu dini korporasiya və inancın satılması ifadələri məni birbaşa müəllifin təklif etdiyi alternativə yönəldir. Bəs yaxşı, bu təmiz işıq necə olmalıdır? O, sistemin qarşısına Zərdüştün tam fərqli bir portretini qoyur. Və mətnin bu hissəsi həqiqətən təəccüblüdür. Çox qeyri-adi bir Zərdüşt obrazı çəkir. Hə, o qədər radikal, bəzən də o qədər egosuz bir obrazdır ki, insan şoka düşür. Müəllif vurğuluyur ki, Zərdüşt böyük yaradanın səsini gətirdi, ancaq heç bir maddiyyata bağlanmadı. Ən maraqlı cümlə isə budur. O, heç bir kitabını satışa çıxartmadı. Özünə pay istəmədi, egosunu qabartmadı. Düzdür, heç bir iyerarxiya qurmadı və sadəcə öz işığına qayıtdı. Bir anlıq bunun üzərində düşünək, müəllif Zərdüştü o qədər qüsursuz, o qədər insani zəifliklərdən uzaq bir efir kimi təsvir edir ki, bu məndə yenə də şübhə yaradır. Yəni, yenə bir utopiya axtarışı görürsünüz burada.
Bəli, bəlkə də müəllif bayaq tənqid etdiyi o qanlı intriqalarla dolu dinlərə qarşı sırf bir utopiya yaratmaq istəyib. Sanki deyir ki, baxın, sizin rəhbərlərinizin qazanc məqsədi var, mənim arxetipim isə hətta öz varlığından imtina edib. Yəni bu sadəcə bir ideologiya aləti deyilmi? İlk baxışda bu həqiqətən də qeyri-reallığa qədər ideallaşdırılmış bir utopiya kimi görünə bilər. Ancaq mətnin fəlsəfəsinin dərinliyinə endikdə başa düşürük ki, bu Zərdüşt obrazı sadəcə bir şablon deyil. O, institusionallaşmanın, yəni bir təhsisatın tam əksidir. Yəni dinlərin təşkilatlanmasına qarşıdır? Bəli. Baxın, tarix boyu inanc sistemləri həmişə təhsisatlanmağa meyilli olub. Öncə bir mesaj gəlir, sonra o mesajı qorumaq adıyla ruhanilər sinfi yaranır, məbədlər tikilir, iqtisadiyyat qurulur və nəhayət din kütləvi itaət mexanizmi olur. İnsanları idarə edən bir aparata çevrilir. Tamamilə düzdür. Ağ geyimlinin Zərdüştdə təriflədiyi ən böyük xüsusiyyət onun bu prosesə heç girməməsidir. O yazır ki, Zərdüşt sadəcə iz qoydu, qayıtdı öz işığına. Bu o deməkdir ki, sizin daxilinizə bir kognitiv toxum əkilir. Amma əkən adam orada qalıb sənə ağalıq etmir. Məhz elədir. İşə salan qüvvə sizi özünə asılı vəziyyətə salmır, tərk edir. Çünki o sizdən idarə olunan bir sürü deyil, daxilən oyanmış, müstəqil şuura sahib bir fərd olmağınızı istəyir. Yəni mətnin təbiri ilə işığın daşıyıcısı. Qam, bizim mətnin ən kulminasiya nöqtəsinə, belə deyək, ən sərt xəbərdarlığına gətirib çıxarır. Biz bayaqdan işıqdan danışırıq, amma müəllif burada çox kəskin bir şərt qoyur. O dərkiyat şərtini deyirsiniz. Bəli. O deyir ki, sən bu işığı sadəcə kör-korana inanmaqla qoruya bilməzsən. Bu mətn sənə get və ürəkdən inan demir axı. O sənə konkret tələb qoyur, idrak. Açıq şəkildə yazır ki, gözlərdəki pərdəni açmaq üçün şuurda dərkiyat gərəkdir. Yəni intellekt lazımdır. Düzdür. Və daha irəli gedib şok edici bir xəbərdarlıq edir. Əgər insan idrakda kamala çatmazsa, onun inancı onu fəlakətə sürükləyər və nəticədə başa daş düşər. Bu başa daş düşər ifadəsi həm çox məişətə aiddir, həm də çox kosmikdir. Bəli, bizim dildə çox işlənən bir deyimdir. Mən bunu oxuyanda öz-özümə bir maşın təsəvvür etdim. Fərz edək ki, sizə 12 silindirli, çox güclü bir mühərrik veriblər. Bu mühərrik inancdır, enerjidir, işıqdır. Amma o avtomobilin sükanı yoxdur. Sükan isə məhz şuurdur, idrakdır. Aha, sükansız sadəcə qaza basırsan. Hə, sən sükan olmadan o inanc mühərrikinin gücü ilə qaza bassan, getdiyin yer uçurum olacaq. İlk döngədəcə qəza edəcəksən. Və müəllif deyir ki, o qəza olanda göydən gələn sənin başını əzən o daş əslində yaradanın təbii qanuna uyğunluğudur, çünki sən idrak sükanından istifadə etməmisən. Sizin bu mühərrik və sükan bənzətməniz məsələni çox gözəl izah edir. Ancaq gəlin müəllifin bura qatdığı mənəvi, kosmik miqyası da əlavə edək. Siz maşını öz başına qəza edən bir obyekt kimi təsvir etdiniz. Bəs müəllif necə görür bunu? Müəllif deyir ki, o qəza heç də təsadüfi deyil. O birbaşa ilahi nizamın cəhalətə qarşı reaksiyasıdır. Bizim dildə başa daş düşmək həm göydən təbii fəlakət gəlməsi, həm də insanın çox gec, hər şey məhv olandan sonra reallığı dərk etməsi idiomudur. Hə, yəni iş işdən keçəndə başa düşürsən. Tamamilə. Müəllif bununla demək istəyir ki, əgər sən inancını intellektlə sığortalamazsan, yaradanın təbii nizamı gəlib o cəhaləti fiziki olaraq məhv edəcək. Və burada o, ata-balası konsepsiyasını işə salır. Niyə məhz ata? Yəqin ki, yaradıcını simvolizə edir. Bəli, amma ata-balası olmaq əsla kör-körənə itaat edən bir qul olmaq deyil. Tam tərsinə, bir atanın övladından gözlədiyi ən böyük şey onun yetkin, şuurlu, idrak sahibi bir varlığa çevrilməsidir. Sən yalnız şuurda dərkiyat mərhələsinə çatdıqda yaradanla vasitəsiz ünsiyyət qura bilərsən. Yəni gözündəki pərdəni özün açmalısan. Əs. Kimsə gəlib sənin yerinə o pərdəni qaldırmamalıdır. Dinlərin minillərdir təbliğ etdiyi düşünmə, sadəcə inan prinsipini müəllif darmadağın edir. Əvəzinə əgər anlamırsansa, inancın fəlakətə çevriləcək prinsipini qoyur.
Təsəvvür edirsinizmi? O necə müraciət edir? Yazır ki, uca işıqlı səmalardan bəşərə enən zərdüştü görmək üçün düş başa, başa-baş gərək. Buradakı o qafiyə sadəcə ritm üçün deyil. Xeyr, o bir oyanış zəngidir. Bəli, bir sillə kimidir. Yəni deyir ki, sən o işığı dərk etmək istəyirsənsə, səndə baş, yəni ağıl olmalıdır. Sənin beynin o tezliyi qəbul edəcək səviyyədə olmalıdır. İnanc yüksək bir dərk prosesidir. Beləliklə, bu emosional səyahətimizin sonuna yaxınlaşarkən biz bu fəlsəfədən nəticə olaraq nə çıxarırıq? Məncə bir neçə təməl prinsip gördük. Birincisi, işıq və qaranlıq coğrafi və psixoloji reallıqlar kimi təqdim edildi. İşığın xilasa ehtiyacı yoxdur. İkincisi, inancın zoraki gücünə qarşı daxili müqavimət, yəni Babək və Əlincə, fərdi azadlığın mənəvi istehkamlarıdır. Və Zərdüşt nümunəsi də var idi. Bəli. Üçüncüsü, Zərdüşt bizə institusionallaşmayan, sadəcə idraki oyadıb gedən təmiz mənəviyyat arxetipini göstərdi. Və dördüncüsü, əsl mənəvi ucalıq heç vaxt şuur və idrakdan ayrı ola bilməz. Ağıl olmadan inanc elə qaranlığın özüdür. Baxın, məhz bu nöqtədə mətn qədim tarixdən çıxıb birbaşa sizin bu anki həyatınıza daxil olur. Biz başa düşdük ki, bunu niyə sadəcə fəlsəfi bir nağıl kimi dinləyib keçməməliyik. Çünki siz müasir dövrdə, yəni biz hamımız inancı çox vaxt hazır qəlibləri qəbul etmək kimi görürük. Aha, nələrisə əzbərləmək, böyük bir kütləyə qoşulmaq kimi. Bəli, kiminsə arxasınca kör-köranə getmək istəyirik. Ağ geyimlinin mətni isə sizin şəxsiyyətinizə meydan oxuyur. O deyir ki, mənəviyyatınız sizin daxili intellektual inqilabınızdır, xilas kənardan gələn bir paket deyil. Əslində müəllifin bizə verdiyi ən böyük dərs odur ki, xilas tamamilə fərdin daxili məsuliyyətidir. Tarix boyu insanlar həmişə bir rəhbər, bir mürşid axtarıblar. Amma sənin içindəki o idraki kimsə sənin əvəzinə yandıra bilməz. Pərdəni özün açmırsansa, işıq sənə həmişə yad qalacaq. Və bu fikirdən yola çıxaraq, sağollaşmazdan əvvəl sizi düşündürəcək son bir fikri açıq qoymaq istəyirəm. Bir anlıq indiki informasiya dövrünü gözünüzün önünə gətirin. Bugün hər tərəfimizdə onlarla həyat kouçu, fərqli mürşidlər, quru məsləhət verən sosial şəbəkə fenomenləri var. Bəli, hamısı sənə necə yaşamağı öyrətməyə çalışır. Tamamilə. Hamı bizə bir xilas yolu satır. Əgər doğrudan da mənəvi ucalıq bu rəhbərlərin, məsləhətçilərin sayının çoxluğunda deyil, fərdin öz daxili şuurundadırsa, o zaman bizim kənardan gələn bu qədər çox səsə ehtiyac duymağımız nə deməkdir? Biz əslində işığa doğru inkişaf edirik yoxsa? Yoxsa bu bizim böyük bir qaranlıqda olduğumuzu göstərir. Bəli, bu qədər insanın ağzına baxmağımız bizim necə sağalmaz bir epidemiyanın içində olduğumuzu sübut etmirmi? Bəlkə də axtardığımız o aydınlıq heç vaxt kənardan verilməyəcək. Çünki sükan həmişə sizin əlinizdə olmalıdır. Bunu düşünməyə dəyər. Növbəti dərin təhlilimizdə görüşənədək işığınızı və idrakınızı qoruyun.